Laborant işi var yoldaşlar. Laborant işinin 2 dənəsindən bəhs etmək istəyirəm. Gəlin onlardan başlayaq. Deməli, bir laborant işi Glassika şirkətindədir yoldaşlar. Hazır məhsul üzrə laborant işidir. Bu tələb edir ki, müvafiq sahə üzrə, yəni kimya mühəndisliyi üzrə ali təhsiliniz olsun. Microsoft Office və Outlook proqramlarından istifadə edə bilməlisiniz. Riyazi biliklərə sahib olmalısınız. Bu bir variantdır. Sumqayıtdadır bu arada bu iş. Sonra digər bir işi, birinci variantda xanımlara üstünlük verirlər. Bu demək deyil, bir mənalı olaraq ancaq xanım götürəcək. Xeyr. Digər isə Xırmandadır yoldaşlar. Burada da, bu isə Binəqədi yolundadır. Bu isə ali təhsil tələb edir. 20-40 yaşlı kişi olmalısınız. Laboratoriya işində təcrübəniz varsa lap gözəl, yoxdursa da problem deyil. Belə bir işdir. 6 günlük iş rejiminə maiddir. 500-600 manat verirlər. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlü iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz bu videonu harda görürsünüzsə, orada kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəz, Torlacovada kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.